İndi sizə tövsiyə etdiyim dua, duaların arasında ən fəzilətli dualardan biridir. Necə ki, hədislərdə gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləmin ən çox etdiyi dualardan biridir. Dediyim dua isə belədir. Rabbena atina fid dunya hasene ve fil ahireti hasene ve qina azabennar. Ey Rəbbimiz, bizə dünyada da, ahirətdə də hesabsız nemətlərindən bəxş et, cəhənnəmin əzabından isə bizi uzaq et. Ənes ibn Malikdən, Allah ona razı olsun, xahiş etdilər ki, bizim üçün dua elə və həmin duanı etdi. Sonra dedi ki, yenə artır, dedi ki, bu duadan sonra artırmağın ehtiyacı yoxdur. Rabbena atina fid dunya hasene ve fil ahireti hasene ve qina azabennar. Hal ta'lem ma ma'naha? Sən heç bu duanın mənasını başa düşürsənmi? Buradakı istədiyin hesabsız nemətlərin mənası nədir? Yəni sən öz xoşbəxtliyinə səbəb olan bütün nemətlərini Allahdan istəyirsən. Möminlərdən olan həyat yoldaşı, möminlərdən olan övladlar, zürriyyət, halal ruzi, bərəkətli ticarət və geniş ev. Sən deyəndə ki, ey Rəbbimiz, bizə dünyada hesabsız nemətlərdən bəxş et, ən yaxşısını Allah bilir ki, sən qəlbində də, duanda da nəyi qəsd edirsən. Ona görə də sənin xoşbəxtliyinə səbəb olan bütün nemətlərini Allah təala bilir. Və deyəndə ki, ey Rəbbimiz, axirətdə də bizə hesabsız nemətlərdən bəxş et, cəhənnəmin əzabından isə uzaq et. Ümumiyyətlə, bütün axirət əzablarından və əziyyətlərindən Allaha sığınırsan və hər şeyi bəxş edən Rəbbinin yanında bağışlamağı, cənnətini və Peyğəmbər sallallahu aleyhi ve sellemlə birlikdə qonşu olmağını istəyirsən. Həmçinin bütün peyğəmbərlərlə, sadiqlərlə, şəhidlərlə və salihlərlə birlikdə olmağını istəyirsən. Necə də onlar gözəl dostlardır. Rabbena atina fid dunya hasene ve fil ahireti hasene ve qina azabennar.